başında Gəncə şəhər icra hakimiyyətinin rəhbərliyinə təşəkkür edirik. Bugün biz olduğumuz, bura bizim üçün müqəddəs ocaqdır. Çünki burada yetişən gənclərimiz, gələcəyimiz onların əlindədir. Müəllim heyəti, texniki heyət, kitabxanaçılar, hər birinə təşəkkür edirik. Başda Texnologiya Kafedrasının müdürü Doçent Elçin müəllim olmaqla bugünkü tədbirə ev sahibliyi eləyirsiniz. Minnətdarıq, əziyyəti, əməyi olan hər bir kəsə şükranlıqla minnətdarlığımızı çatdırırıq. Və növbəti çıxış üçün sözü veririk Vəfa xanım Abbasova. Niyə? Elə oğlanın adına elə gözəl söz gəlir ki. Elə gözəl söz gəlir ki oğlanın adına, elə gözəl sözlər deyilir ki. Yəni belə şeylər, belə bir məzmunda kitabça çıxartmışıq. Və bu kitabçada çox yaxşı olar ki, oxuyasınız, çox maraqlı bir mövzulara toxunmuşuq. Və burada olan mövzularda mən hal-hazırda indi buradakı ekspertlərimiz daha geniş formada danışacaq. Deməli, gender bərabərliyi nədir və nə üçün vacibdir? Bu barədə inşallah ki, ekspertlərimiz danışacaq. Gender anlayışları, ailə münasibətlərində gender bərabərliyi, uşaqlarımız arasında ayrı seçkilik salmayaq. Və bugün biz Azərbaycan Respublikasının qeyri-ölkə... Təbii ki, böyüyün kiçiyin verilməyəcək. Və buna görə də hər kəsə mən arzu edirəm ki, evlatlarını böyüdərkən bu seçimlərin arasında qalmasınlar. Bəzən qız oğuldan, bəzən də oğul qızdan daha yaxşı olur və dəyərli. Bu deməkdir ki, biz evlatlarımız arasında seçim etməməliyik. Mən əsasən yeniyetmələrlə bağlı danışacağım. Mən burada baxıram ki, burada çoxdur və mən düşünürəm ki, biz evlatlarımızı o qədər gözəl böyütməliyik ki, gençliyində. Onlar gələcək. Mülklərin bölünməsində belə gender bərabərliyi pozulur. Uşaqlarımızı, qızlarımızı biz ailə qurması üçün niyə bilirsiniz? Ana çay da verir, yeməyi də verir, cibinə pulu da verir, deyir ki, rahat yaşa. Hər adamlar onun yanında olmağa çalışır. Niyə bilirsiniz? Onun yanında rahat olur ki, o mənə baskı göstərməyəcək. Və biz bu cürdə həm geyinməsi lazım, hazırlığa göndərir və nəticədə uşaq bal toplaya bilmir. Artıq evdə uşağa baskılar başlanır. Həmin o baskılar nəticəsində uşaqlar intihara göndərirlər evdə. Oğlan uşağın sənə ki, sən otur dərsini oxu. Sən heç nə əlini vurma. Bəx, Fatma xanım çox gözəl qeyd etdi ki, atalarımız da bu cür. Qızlarımız evlənərkən, oğlanlarımız evlənərkən mütləq ki, psixologlara müraciət etsin. Başlıq bir-birinə. Qızlarımız niyə boşanır? Çünki qızlarımızı kişi olan ailələrə yönətmirik. Nə qədər laboratoriyada xanımlar işləyir, nə qədər kişilər işləyir? Universitetdə nə qədər kişi müəllimi var? Ecmanisi kafedrada nə qədər kişi müəllimi? Fatma xanım, artıq keçən ildən bu qərara verilib və artıq kişi müəllimlərinə artıq daha çox üstünlük veriləcəkdir. Çünki kişi olursa orada biraz qadın da özünü yığışdırır. Bir otaqda bir kişi, bir qadın, 5 qadın, bir kişi istəyirsə, qadın haradasa özünü bir təmzimləyə bilir. Biz demirik ki, burada bir qayda qanun yaratmağa gəlir. Sadəcə olaraq, yəni statistikanın məlumatlarını verim mən. Ona görə ki, işləmək istəməkdəki maaşın azlığı onların ailələri, belə bunlar bu cür onu dəyərləndirir. Bu bizim işimizdə, bu dövlətin siyasəti. Kişi müəllimlərinə qədər təmasda olarlarsa, dərslər keçirirsə, insan bir özü arvad nə üçündür? Arvad sanki bir quldur. Və mən düşünürəm ki, qadınla kişi bərabərliyi də düz. Uşaq da valideyni o qədər gözəl tanıyır. Biz potensiyalı olmayan gənci alim görmək istəyirik. Evlatlar bəxş edir cəmiyyətin 5 uşağın 5-i ali təhsillidir. Biz uşaqlarımıza qadağalar qoyuruq. Bu olmaz. Harada qadağa varsa uşaq ora meyillidir və hər biriniz bu qadağadan keçmişsiniz və hər birimiz o yerə meyilli olmuşuq. Sahəni seçməyəcəksən, mən o vaxtda həkim olmaq istəyirdim, ola bilmədim, mən jurnalist olmaq istəyirdim, ola bilmədim. Uşaq sənət öyrənmək istəyir. Bax, istəmirəm, diqqətinizə görə təşəkkür edirəm. Uşağı uğrunda canlı belə qurban verir ki, mənim uşaq hansısa mənim mülküm oğluma qalacaq deyə, burada da bərabərliyi bozuruq. Qız uşağına ki, mən çox sevindim ki, onu dinlədim. Əslində, haykü salınır. Başdan sonra şəkər çəksin.
təsəvvür eləməsin. Çünki yenə deyirəm, qarşımızda olan insanı biz insan faktoru kimi görməliyik. Onu deyir ki, buna gücü çatmayacaq. Amma bu qadın sima olaraq da hiss edirsən ki, Ona görə burayla əlaqələndirmək istəyirəm. Kitab yazırıq və orada gender bərabərliyini göstərmək istəyirik. Tipik bir Azərbaycanlı rəssama gəlib deyirik ki, mənim kitabıma bir illüstrasiya çək və orada belə bir şey göstər ki, ana əyləşib kompüter arxasında, xahiş edirəm gözünüzü qabağında bunu canlandırasınız. Ana işləyir kompüter qarşısında, mətbəxdir, ata isə qarşısında önlük xörək pişirir. nə olar? Atı bu qazana bilər. Çox rahatlıqla. Deməli, ağıllı qadın özü, ancaq ağıllı qadın neyini? Deyir ki, bir də üzr istəyirəm, bizim zaman ziraq belə bir şey qadın. Ancaq ağıllı qadın özünə elə aparmalıdır ki, bunun yüksəlir, deməli, təsəvvür edin ki, ananı elə vəziyyətə salırlar ki, ana kirədə yaşayır. Qız bunu eləyən oğul deyil, qız işləyirlər. Ancaq bəzi qadınlarımız var ki, bəzi qadınlar biraz işləyən kimi artıq kişinin üzərinə çox yəni çoxumuzun ailəsində özü oturur burada, bunu buradan bura götürmür. Bunun beynində budur ki, qadın qəlbə bir şey. Oğlanın fikrini də soruşulur, hər bir şey də soruşulur və burada da hardasa o gender bərabər. Niyə o qədər potensial yüksək olan qadınlarımız var ki? O qədər çox iş görəcək qadınlarımız var ki, anadan olanda uşaq, Azərbaycanda, bilmirəm, sizin olmadı, səfərimizə o qədər olmamalı, amma var. Göbək imkanı deyirlər. Oğlanı pozuruq, gender bərabərini pozuruq. Gənə oğlanın gənə haradasa bir fikrini soruşan var, qızın heç fikrini soruşan da yoxdur. Sənin göbək bağında bu qutar. Çox təşəkkür edirik Vəfa xanım. Mən digər ekspertimizə söz verməzdən əvvəl zala müraciət etmək istəyirəm. İstəyirəm ki, yəni bu görüşümüz şablon xarakterli olmasın, rahat olsun. Bəlkə sizin ürəyinizdən keçən bir məqam varsa, sual olaraq və yaxud da təklif olaraq biz bunları sevə-sevə sizdən dinləmək istəyirik və eyni zamanda bizi burada tədbirimizdə iştirak edən əks cinsi nümayəndələri də var. Onları da dinləmək və bu mövzuya öz fikirlərini bildirmək bizə çox xoş olardı. Mən elə istəyərdim Elçin müəllim də bu mövzu ilə bağlı, bu dinlədiyi fikirlərlə bağlı əgər istəyirsə bir-iki kəlmə də ona dinləyək. Gəncənin bir neçə kəndindən və yaxud xanlardan gəlir. Erkən nigah tapanları 15 yaşında, 14 yaşında bir qızı... Buyurun. Çox hörmətli qonaqlar, hər birinizi ürəkdən salamlayıram. Bugünkü tədbirimiz Azərbaycan Respublikasının qeyri-hökumət təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maddi dəstəyi ilə Vəfa sosial problemlərinin həllinə dəstək İctimai Birliyinin həyata keçirdiyi bir layihə ilə sizin görüşünüzdəyik. Mən ilk olaraq sizə gördüyünüz qonaqları təqdim edəcəm. Vəfa sosial problemlərin həllinə dəstək İctimai Birliyinin sədri, pedaqoq, sosial layihələrdə rəsmi ekspert olan Fatimə xanım Hacıbəyli. Digər qonağımız Respublika Qadınlar Cəmiyyətinin sədr müavini, psixoloq, telesosial layihələrdə rəsmi ekspert, Fövqəladə Hallar Nazirliyi İctimai Şuranın sədr müavini Vəfa xanım Abbasova. Pedaqogika üzrə fəlsəfə doktoru, Gəncə Dövlət Universitetinin Ümumi Pedaqogika Kafedrasının baş müəllimi, bizim dəyərlimiz Lamiyə xanım. Və eyni zamanda gender şöbəsinin baş müəllimi, bizim dəyərli ziyalımız Göyçək müəllimə siz də baş gördük. Və özümü də təqdim edeyim. Vəfa sosial problemlərin həllinə dəstək İctimai Birliyinin sədr müavini Nuranə Şıxəliyeva. Təşəkkür edirəm. Sözü verirəm Fatimə xanıma. Buyurun. Hər birimizi xoş gördük Gəncədə. Gəncə mənim üçün çox doğmadır, çox əzizdir. Mən Gəncədə çox olmuşam. Özüm də Gəncəbasar tərəfdənəm demək olar ki. Və sizləri bugün istirahət günü, 6-cı gün bilirəm ki, çox uzun istirahət gündür və dəyərli zamanınızı sərf edib burada iştirakınız üçün hər birinizə dərin minnətdarlıq bildirirəm. Çox sağ olun, bu isti havada yanında olduğunuz üçün çox minnətdarlıq bildirirəm. Və bugün təbii ki, mənlə Bakıdan bura gələn Nuranə xanıma, Vəfa xanıma özlərini təşəkkür edirəm və bizlə 2 gündür burada olan, əziyyətimizi çəkən, yanımızda olan insanlardan ikisi də Göyçək müəllimə və Leyla müəllimə
Lamiyə müəllimə, hər ikisinə özlərinə təşəkkürümü bildirirəm və inanın ki, mütəxəssislərlə işləmək insana çox rahatlıq verir. Və bugünkü mövzumuz barədə istəyirəm sizdən danışım. Təbii ki, bu kitablardan hər birimizə hədiyyə olaraq veriləcək. Mövzumuz nədir? Belə bir sualla müraciət etmək istəyirəm. Biz bayaqdan burada qeyd olunur ki, uşaq vaxtından hər bir şey uşaqlıqdan olmalıdır. Sokratın da bir sözü var, deyir ki, uşaqlarınızı tərbiyə etmək üçün əziyyət çəkməyin, özünüzü tərbiyə edin. Çünki siz necə olacaqsınızsa, uşaqlar da elə olacaqlar. Təbii ki, uşaqlar da el dilində desək, aşıq gördüyünü çağırır. Nə görürlərsə ailədə, cəmiyyətdə onu formalaşdırırlar. Uşaq fərd kimi doğulur, ancaq şəxsiyyət kimi cəmiyyətdə formalaşır. Və o ailədən gəldiyi, o kiçik cəmiyyət olan ailədən gəldikdən sonra məktəbdə, ali məktəbdə, cəmiyyətdə müəyyən statuslar qazanır. Lakin yenə də ailədə gördüklərini formalaşdırır. İndi təsəvvür edək ki, biz bir kitab yazırıq. Deyirsiniz, bu gənclərə tərbiyə, düz ailə quranda necə özlərini aparsınlar, oğlan necə aparsın, qız necə aparsın, bağışlayacaq biraz mən. Bunu əslində körpəlikdən uşağı aşılamaq lazımdır ki, bu uşaq sevgi ilə böyüsün. Ataya sevgi, anaya sevgi, qonşuya mı, bacıya mı, sinif yoldaşına sevgi, nə bileyim, ətrafındakilara. Uşaq elə böyük, gənc o formalaşır. Ali məktəbdə o qədər uşağa dəstək ki, onlar hazır gəlir. Biz onlara heç də başa sala bilmərik ki, siz belə olmalısınız. Hərəsi bir kafada gəlir, hərəsi bir ailədən çıxıb gəlir. Əslində onu aşılamaq lazımdır ki, uşaqlar körpə yaşından, bağça ailədən icazə versəniz, məsəl üçün, biz oğlanlara maşın sürməyi, balaca olanda uşaqlara maşın veririk, qızlara da gəlincik. Əslində eyni psixologiya bunu demir. Biz uşaqlar körpə yaşından əks cinsi tanıması üçün mütləq ki, oğlana gəlincikdə vermək lazımdır. Qıza da maşın, yəni oğlana aid olan deməli, oyuncaqları, qıza olan oyuncaqları oğlanlara, onları bərabər şəkildə oynanmalıdır uşaqlar bunlar. Uşaqlar gəlinciyi oynayanda, məsələn, diqqət edəbilsə, oğlan uşağı gəlinciyi oynayanda onun çox qəribəcə saçına əl uzadır. O saça əl uzadanda o anasının südünü əmərkən də diqqət edirsiniz, uşaq ananın saçını və yaxud da əli ilə ananın sinəsinə vurur. Oğlan uşaqları ananı qızdan daha çox istəyir, bunu bilir, bu bir mənalıdır. Və diqqət edirsinizsə, uşaqlar, elə qızlar var ki, və yaxud belə oğlan var ki, indi burada aramızda olanlar, oğlanlar müəyyən yaşdan sonra gəlib ananın qolunu öpür. Bilirsiniz onun nədir? Sevgi doyumsuzluğundandır. Uşaq sevgi istəyir. Biz sevgi vermədiyimiz üçün bir də oğlanlar o zaman özlərində yaşda böyük qadın alır ki, o anadan sevgi görmədiyi üçün qarşı tərəfdəki insanın ona göstərdiyi diqqəti ana sevgisi kimi qəbul edir və onunla evlənir. Bir də o deyil sizi təzə qaynana söhbətlə. Elə qaynanalar da çox vaxt yaradırlar ki, ana uşaqla məşğul ola bilmir. Qaynana imkan vermir. Vermir. Hə, belə də imkan verir ki, uşaqları tərbiyə eləsinlər zaman analar. Bir dəfə xanım, çox xahiş edirəm, uşaq ağlayanda siz müdaxilə eləyin. Baxıram ki, çox düz deyirlər. Sonra baxıram ki, düz deyil, mən onda çıxıram çölü, bir də qayıram. Amma siz deyirsiniz, sonra deyilir ki, nəzərə söz deyə bilməzsin. Böyük sözlə qulaq lazım deyil. Yox, indi biz deyirlər də başqa cür. Biz böyüklər də Adınız nədir? Mənim Ayşə. Sən? Aynur Aygün xanım. Söz də var da, deyir, oğu var dağa indirir, oğu var dağdan indirir. Əgər mən gəlinə desəm ki, abala bir əmrlə də, indi burada demək istəyirəm, çox kobud formada. Uşağına baxanmırsan, bu nədir belə? O gəlin təbii ki, mənə saymayacaq. Mən gəlin necə danışmalıyım, ay qızım? Gəl mən də sənə bir yerdə oturaq, uşağı belə... Hər insan bir psixologiyası var, ona da Yanaşma, təbii ki, mən necə yanaşsam, həmin bir cavabı da geri alacaq. Bir var ki, hə, mən atdan alıram hər müqəsində, hər özünə qarşı tərəf mənə hücum çəkirsə, artıq o deməli onunla bacara bilməzsən. Bu hər zaman olur, bəyək qeyd elədinizdə, qız uşaqlarını ailəyə hazırlamadan ərə götürür. Yəni Aynur xanım da çox gözəl bir mövzuya toxundu ki, bu təməl ailədən qoyulur da, yəni ailədən gəlir. Artıq məktəbə, universitetə gələndə yapışırlar müəllimin yaxasından,
rəhbərliyin yaxasından ki, həm buna savad verməlisən, həm bunu tərbiyə eləməlisən, həm etiket davranış qaydalarını öyrətməlisən. Yəni hamısını məktəb və yaxud da universitet bunu müəyyən yaş həddinə gəldikdən sonra verə bilməz. Onda bir yaşlarından formalaşır. Mən onu vurguladım ki, uşaq ana bətnə düşəndə artıq onun tərbiyəsi verilməlidir. Və orada hətta selekt abortları da vurguladım. Yəni uşaq anadan olandan artıq onlar bizim üçün bir şəxsiyyət olaraq formalaşdırılmalıyıq, beynimizdə elə tutmalıyıq. Yəni qız, oğlan necə olacaq filan yox. İnsan kimi. Birinci insan kimi böyüdək, ondan sonra zaten onlar qızlarını, oğlanlarını özləri aid eləyəcəklər. Hansı bəlli uşaq yoxsa xanım siz dediniz, psixoloq lazımdır. Təzə evlənən ailələr doğrudan da oğlana da qıza da. Psixoloq lazımdır. Siz gələcəkdə necə ailə başçısı olacaqsınız? Evlənmədən öncə, artıq evləndikdən sonra bu məsələdən keçirsən. Evlənmədən öncə, məsəl üçün bir ailə var, oğlanla qız gəlmişdi. Oğlan baxdıq ki, çox belə sağlamdır, qohumluq vardı arada. Amma qız biraz belə Edirində nə deyirlər, xaydı. Ona da dedik ki, xay, Nayorun yanında biraz tura getməlidir. Dedim ki, xanım, bu qız hazırdır, oğlan tərəf kasıb idi, qız tərəf çox imkanlıydı, təbii ki, imkan alırdılar. Ama dedi ki, yox, bu xahiş ilə bu sözü qız tərəfdə deməyim, mən burada alacağım. 21 günün gəlmi oldu. Çünki bu qız ümumiyyətlə ər nədir, ər sözünün mənasını bilə bilmirdi. Fəsadlar da Müəllimə bir yapışdır işlətdə. O sözü mən çox eşidirəm. Psixologların özlərinə belə psixolog lazım. Çünki mən sizə razıyam. insandır. Yox, mən bu dəqiqə razıyam sizlə. Niyə? Çünki siz çox güman ki, az halda peşəkar psixologla rastlaşmırsınız. Bugün 6 aylıq kurs keçən insan gəlirdir ki, mən müəlliməyəm, ya da psixoloqam. Və yaxud da ki, hansısa ki, bir müəllimə universiteti bitirir, əziyyət çəkir, illərini, günlərini verir. Bu müəllimədir. O biri gəlib, harasa bir 6 aylıq kurs keçib, gəlib, hansısa bir yolla gəlib, girib buraya işə, laborant işləyib, laborantdan sonra keçib artıq müəlliməliyə və o sənlə diskusiya aparır. Deyir, bir sən nə var, mən səndən də yüksək, böyük səviyyədə bir müəlliməyəm. Mən sizi çox gözəl anlayıram. Hər işin ona görə hər zaman öz peşəkarı daha gözəldir. Sağ olun. Çox düzgün. Çox təşəkkür edirəm və növbəti bizim ekspertimizi yenidən təqdim edirəm sizə, Lamiyə müəllimə. Lamiyə xanım pedaqog üzrə fəlsəfə doktoru, Gəncə Dövlət Universitetinin pedaqogik kafedrası baş müəllimi, bizim dəyərlimiz, əzizimizdir. Buyurun, sizi dinləyirik. Nəticə verəcək bir problemi qabardan şəxsdir. Necə? Dedim, ona görə qonşu mən heç vaxt yaxşı tərəfini görə bilməm. O mənim pis tərəfini, mənfi tərəflərini görür və digər qonşuya gedir. Qonşu ona dəstək olmadı, onun qapını bağlayıb, deyir ki, girməməyinə evə, mən səhət dolu çağıracaq. Onu əri qətlə getirmişdi ki, uşağı qalmışdı. Bax, siz bilirsiniz, biz düşmənimizi çox sevməliyik, bilirsiniz niyə? Çünki onun mənim necə olduğumu məni qorumaq üçün mənim özümə tanıtdırır. Bu çox önəmlidir. Qonşunu sevməliyik. Ailə tərbiyəsində qıza olmaz, oğlana olar. Artıq bu formada başlayırıq. Biz burada tərbiyə alan uşaq da təbii ki, ondan deməli asılı olaraq öz valideynlərinə hörmətlə yanaşı, digər ətrafdakı kişi və qadınlara da hörmətlə yanaşa bilir. Aşılayanda bir müəllim ziyalımız etiraz elədi ki, siz nəyi aşılamaq istəyirsiniz ki? Deyirsiniz ki, biz qarşımıza önlük bağlayaq, gedək evdə yemək pişirək, yemək işlər görək. Xeyr, əsla biz onu demək istəmirik. Yəni bizim əsas məqsədimiz odur ki, cəmiyyətdə ayrı seçkiliyə son qoyulsun. Cəmiyyətdə, məsələn, deyək ki, elə bayaq deməli, Vəfa xanım da, Fatimə xanım da qeyd elədi, elə qadınlar var ki, cəmiyyətdə yaxşı statusa malikdirlər, yaxşı məvacib alırlar, maaş alırlar, evdə hegemonluq eləyirlər. Bu da düzgün deyil. Yəni, ər və arvad, yəni Azərbaycan